Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademi Liseyi üzrə Riyaziyyat və Məntiq müəllimi Aysel Əhmədova. Bugün sizlərlə məntiq sınağına düşmüş sualların həllinə baxacağıq. İlk növbədə birinci sualımız sona, dolu, nano sözləri verilmişdir və onun sözləri. Bizdən dolu sözünün şifrəsini soruşur. Təbii ki də şifrələr mövzusuna aid olan sualdır. Baxırıq ilk növbədə ilk cərgədəki sözlərə. Burada təkrarlanan hərfimiz yoxdur. Baxırıq biz digər hərflərimizə. Mən burada bir şeyin təkrarına baxıram ki, 2 dənə eyni hərfi təkrar olunub. Mən baxıram ki, variantlarda hansı rəqəm həm ikinci, həm də dördüncü yerdədir. Baxıram ki, 4787 rəqəmi. Deməli, onun sözünün kodu buymuş. Yəni, o hərfi 4-dür. N hərfi 7-dir, U hərfi 8-dir və bizə N hərfi, dolu sözündə N hərfi olmadığına görə 7 olan variantları cavabdan çıxırıq və bizim qalır A variantımız. Sonra keçirik ikinci sualımıza. İkinci sualımızda isə bizə bir məsələ verilibdir ki, 3, 4, 5 və 7 rəqəmlərindən hər hansı 3 ilə rəqəmləri fərqli 3 rəqəmli ədəd yazılır. Daha sonra istifadə edilməyən rəqəm ilə bu 3 rəqəmli ədədin hasili tapılır. Bu şərtə əsasən əldə edilən ən kiçik ədədin təkliklər mərtəbəsindəki rəqəm neçə olur? Biz təbii ki də bilirik ki, ədədi kiçik ədədə vursaq, ədəd daha kiçik olur. Məsələn, 2-ni vururam 10-a, 20 alınır. Eyni ədədi 3-ə vuranda 30 alınır. Yəni, vurduğum ədədin, necə deyim, vuruq sayı kiçik olduqda hasilim də, alınan cavabım da mənim kiçik olacaq. Ona görə mən vuruq olaraq ən kiçiyi seçirəm bu ədədlərdən. 3 vurulsun, digəri də ən kiçik 3 rəqəmli hansı olacaq? 457. Yəqin ki, fikrim sizə aydındır. Sonra 3-ü 7-yə vuruq. 21, 2 yadda, 15, 17, 1 yadda, 12, 1371 alındı. Deməli, təkliklər mərtəbəsində cavabım 1-dir. Sonra keçirik digər 3-cü sualımıza. 3-cü sualda da bizdə operatorlara aid verilmiş bir sualdır. Bu sualda da 30, 25 və 20, 15 deməli bizə ədədləri verilir və bir-birindən bunları çıxmaq tələb olunur. Biz burada baxırıq ki, işarə burada birinci işarəmiz buna aiddir. Deməli, A-nın yerinə 30 yazıram. 2 vurulsun 30 üzərinə. 20B-nin də yerinə 25. Çünki baxın, AB, burada da AB-dir. İndi baxırıq, 3 vurulsun 25, bu da 60, üzərinə də 75, 135. Sonra, burada da A-nın yerində 20-dir, B-nin yerində 15-dir. Burada da 60 üzərinə gəlilsin 30, bu da 90 edir. Ortada çıxma olduğuna görə 135 çıxılsın 90, bu da 45 cavabı edir. Sonra, keçirik növbəti sualımızın həllinə. Baxırıq, növbəti sualımız bizdə nədir? Deyir, sual işarəsinin yerinə hansı deyir ədəd yazılmalıdır? Nə yazılmalıdır daha doğrusu? Biz baxırıq ki, sual işarəsinin yerində, bax, 10, 4 və 8 deyir. Biz bilirik ki, bunlar arasında bir əlaqə qurmalıyıq ki, 5-i alaq. Məsələn, mən yaza bilərəm ki, 10-u 4-ə vururam 40, 40-ı da bölürəm 8-ə 5. 16-yı 4-ə vururam 64, 64-ü 2-yə bölürəm 32. İndi eyni qaydanı 3-cüdə də tətbiq edirik. 9-u 8-ə vururam, edir 72. 72-ni 6-ya bölürəm 12. Doğru cavab D variantıdır. Sonra keçirik növbəti sualımıza. Bir ədədin 17 misli. Ədədi bilmirəm də. X götürürəm ədədi. 17 misliyən 17-yə vurun. Həmin ədədin yarısından neçə dəfə böyükdür? Həmin ədədin yarısı da x bölü 2-dir. Neçə dəfə böyük olduğunu tapmaq üçün nisbət götürülür. Yəni, nisbətlə necə tapırıq? X bölü 2, yarısı da neçə dəfə böyükdür? X, bunu bölürəm bu ifadəyə. Yəqin ki, fikrim sizə aydındır. Bu zaman bölmə əlaməti 17x vurulsun. 2 yuxarı qalxır, x da aşağı enir. X-lar ixtisar gedir, 17 vuraq 2, 34. 34 dəfə böyüyümüş. Keçirik növbəti sualımıza. Növbəti sualımız bir hovuz məsələsidir ki, bir boru hovuzu 4 saata, ikinci boru isə 5 saata doldurur. 2 saat ərzində hər iki boru işləsə, hovuzun hansı hissəsi boş qalar? Hissə soruşduğuna görə bu saatları hissiyə çevirərəm. Yəni 4-ü 4-də 1 kimi, doldurur deyirsə toplayıram. 5-də 1 kimi. Neçə saat? Ümumda 2 saat toplayıb 2-yə vururam. Əgər boşaldar desəydi, çıxardım. Bunları toplayanda 20-də 9, ortaq məxrəc təbii ki də 20-dir. Bunu 5-ə vuruq. 20-də 5 ilə 20-də 4, o da 20-də 9 vurulsun 2. Bunlar ixtisar gedir 10-da 9. Mənə deyir ki, bu dolub. Və boş qalar 10-da 10 tamdır.
Ondan onda 9'u çıxıram. Onda 1 də artıq bizim boş qalan hissəmiz olur. Sonra digər sualımız deyir ki, 2 müsbət ədəddən biri digərindən 3 dəfə böyükdür. Bu ədədlərin hasili 243 olarsa, böyük ədədin 2 mislini tapın. Təbii ki də biz baxırıq ki, 2 müsbət ədəddir. Biri x olsun, biri y olsun. Biri digərindən 3 dəfə böyükdürsə, yəni biz yazarıq ki, biri x-i digəri 3x olsun. Bunların hasili, yəni x vuraq y-də deyil, 243-dür. Mən y-in yerinə gətirib bu ifadəni yaza bilərəm də. 243, hər tərəfi 3-ə bölsəm, x-a vuranda x kvadratı bərabərdir 81. Hansı ədədi bir-birinə vursaq 81 alınır? 9-u. X-i 9 tapdım. Deməli, mənim ədədimin biri 9, biri də 27 imiş. Böyük ədədin 2, böyük ədədimiz 27-dir. 2 misli də 27-ni 2-yə vururuq, 54. C variantı. Keçirik növbəti sualımıza. Yenə hovuz məsələsidir. Bayaq dedik ki, neçə saata doldurur deyirsə, bax deyir 5 saat nasos hovuzu 8 saata doldurur. Burada tənasübdür əslində. 5 nasos 8 saata doldurur. 10 nasos x saata. Siz tənasübün bilirik ki, əsas xassəsi var ki, necə deyim sizə indi? Tənasübün əsas xassəsi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. İndi burada da kənar hədlər təbii ki də orta hədlər bu şəkildə göstərilir. Lakin burada bir məntiq işə salmalıyıq ki, 5 nasos 8 saata doldursa, nasosun sayı artırsa, vaxtıma qənaət edəcəm də daha tez olacaq. Bu 2 dəfə artıbsa, bu da 2 dəfə nə edəcək? Azalacaq da, tərs mütənasibdir. Bu zaman tərs mütənasib qarşı-qarşıya götürülür. 10 vuraq x bərabərdir 5 dəfə də 8 40, x da 4 oldu. Qutardı, getdi. Tərs mütənasib qayda ilə gedirik. Növbəti sualımız deyir 2 otaqda 64 nəfər var. Birinci otaqdan 8 nəfər. İkinci otağa keçdikdən sonra otaqdakı deyir adamların sayı bərabər oldu. İkinci otaqda əvvəlcə nə qədər adam var idi? Biz buradan tez nə edirik? Tənlik yaratmalıyıq. Tənliyimiz necə olacaq? 2 otaqda 64 nəfər var. X plus y 64'dür. Birinci otaqda 8 nəfər ikinci otağa keçdikdə, yəni x çıxaq 8 olur və deyir ki, bunların adamlar sayı bərabərdir. Bərabər olur y plus 8-ə. Yəni bu tərəfə keçdik. Biz bunu digər tərəfə keçsin, y-i digər tərəfə keçsək, x çıxaq y, 8 də digər tərəfə keçirsək 16. Bunu alt-alta yazsaq, aha, bunları tərəf-tərəfə toplayaram. 2x bərabərdir. 2x bərabərdir qoyuruq. Bunları da toplayırıq da təbii ki də. Bu deyilir 80. X 40-dır. Deməli birinci otaqda 40, ikinci otaqda əvvəlcə nə qədər adam olubmuş? 40-dırsa gətirib yerinə qoyuruq da. 40 çıxılsın y bərabərdir 16, y də bərabərdir neçə edəcək? 24. İkinci otaqda da 24 nəfər var imiş. Keçirik növbəti və sonuncu sualımıza. Amin nərdivanı 2-2 çıxıb 3-3 enməklə 45 addım atmışdır. Nərdivandakı pillələrin sayını tapın. Biz deyirik ki, pillə 3-3 çıxmaq, enmək olduqda bunun qaydası necə olacaq? Pillənkan yəni məsələlərində biz diqqət edəcəyimiz məqam bundan ibarətdir ki, ümumi pillənkanların sayını götürün, x. Yəni pillələrin, nərdivandakı pillər əslində pillənkan məsələdir. Bunu pillə yazım. X-dir. Çıxıb dedikdə, çıxdıqda necə olacaq? Pillənkan sayını bölürük neçəyə? 2-yə. Düşdükdə enmədə isə enmədə. X-i yəni pillənkan sayını bölürəm neçəyə? 3-ə. Çıxma ilə enməni topladıqda uşaqlar ümumi addımın sayı, yəni bizə verib 45 tapırıq. Buradan x-i tapsaq, ortaq məxrəc 6-dır. Bu da edər 5x bərabərdir 45. 5 ilə 45 ixtisar getdi 9. X da bərabərdir 54. Yəni 54 pillə var imiş. Biz də pillənin x tapmışıq. X-i tapsaq elə pillənin sayını tapmış olurduq. Bugünlük sınavımızın izahı bu qədər. Nəyi başa düşmədisə, nə qaranlıq qaldısa, rəy bölmələrində fikirlərinizi yaza bilərsiniz. Oldu uşaqlar, hələlik.